Selamlar, mən Qabil sizlərə yenə. Dostlar, bildiyiniz kimi birinci sərimizdə Lig 11-ci tamamlamışdıq. Yeni transferlər gəlmişdi takıma. İkinci bölümü də ilk olaraq izləyən varsa rəhmimizi deyim. Dostlar, 6-cı ligdən 1-ci liqa çıxıb hansı Avropa kubokunu qazanıb karyeri bitirməkdir niyyətimiz. Video keçmədən əvvəl like'ları biraz yüksək saxlayaq. Heç like gəlmir demək olar ki. Opsi videoya gəlib yenə də sağ olun, amma biraz da daha çıxaq yuxarılara. Gündə video çəkirəm sizin üçün. Buradan başlayaq dostlar. Bu arada dostlar, onu da istədiyim ki, uçcuqca rəqibin ən yüksək oyuncusunu götürürük. Amma kadromuzda heç bir işə yaramayacaqsa götürməyəcəyik. O da sizə bildirim. Başlayaq. Bunlarda 54'lük amı var. İşimizə yarayar, uçsaq götürək. Səfərə gedirik. Səfər oyununa. Bərabərə bitdik. Dostlar, bu arada bunu da sizə bildirim. Opsi videoda bir dəfə bərabərə qalmışıq. İndi bir dəfə qaldıq. 3 dəfə bərabər qalsaq 3 dəfə. Bir dənə oyuncumuzun Orvor'un 3 dənə artıra bilərik istəsik. İndi siz başlayaq. Rəqibin analiz eləyək. 61 cübeyləri var. Şişə dənə yarıyor. Sizə takımın dəyərini göstərim dostlar. 1.7 avro. Hadi uşaqlar, bıraxma. Bir gol bıraxma. Qəşəng. Qəşəng. Oyuncunu götürürük dostlar, onların oyuncusunu. Gözlüyüm, bir dənə onun adımı qeyd edeyim. Qeyd elədim dostlar adın. Ligdə 11-ci yerdə elə. Qol krallığından biz heç kəs yoxdur. Bunlardan var. 69k verdilər, amma neyini. Dostlar, oyuncunun indi adını qeyd edeyim. Dostlar, oyuncusu bu daha gördüyünüz kimi 33 yaşı var. Biraz qoca olmağa açıqcası pis oldu. 300k verək. Qəbul elədilər. Və yeni transferimiz. Savunma 52 imiş. Görək neçəyə qalxacaq. Qoyduq. 54. Qəşəng qalxdı. Buradan dostlar bir iki dənə oyuncu satmaq fikrim var. Görüm hansını satıram. Bunu satacağım dostlar. Olsa gəlişmir ta. O kadroda yerdə tutmasın. Satdıq getdi. Dostlar, yenə sizə kadronu göstərim, oyuncuları. Çox İngiltərəli oyuncumuz var kadromuzda. Görə bunların ən yüksək oyuncusu nə qədərdir? 57'li DM'larını götürə bilərik utsaq. Uşaqlara playoff'a qala bilər. Bərabərə. İndi dostlar, bir oyuncumuzun olduğunu 3 artıra bilərik, amma mən yenə artırmayacağım. 5 dəfə bərabərə qalanda 5 artı verərik bir oyuncumuza. O da sadəcə ya bəlkə verməyək dostlar, həqiqiciliyi qaçar. Qoy elə verməyək, yaxşıdır belə. Niyə veririk ki? Kommentlərə yazarsınız, sizə söz verərik. Santrafor atmışdı, uçaq götürək işə yarayır. Bunlar ligin neçəncisidir? Birincisidirlər. Şampiyonluq üçün yarışır bunlar da. Evimizdədir öz oyun bizim. Və bak, yeni transferimiz öz qapımıza qol atıb. Görürsünüz dostlar. Pis oldu da baba, pis oldu da bu. Olsun, işin olmaz. Bunlardan 57'li RB götürər yutsaq. Amma məncə rahat uda biləcəyimiz məşqdir. 2-0 qəşəng. Bu dostlar, bunların da oyuncusunu əlavə eləyim. Qeyd elədim dostlar. 11-ci yerə yüksəldik. Bunun adını əlavə eləyim.
i bu idi dostlar, yoxsa səhv yazdım hərflər. Deyəsən ha bu idi. Buna 100k verim elə verəcək görəsən. Vermədi. Yaxşı 300k verim bir oyunçun. Verdi axırı. Dostlar, yeni transferimizdən bir də İngiltərəli oyunçudur yenə. İlk 11'ə qoyduq. Dostlar, görüm yenə kimi sata bilirəm. Bunu satacağım dostlar. Olsa gəlişmir. 46'lıq. Getdi bu da. Və buradan baxsaq şarjımızı 63'dür. 63 GB. Dostlar, utsam rırını götürəcəm 63'dür. Bir tane uşaqlar. Bərabərə qaldıq. Olsun. Yapılsa biz 7-ci ilə 4 xal arxasındayıq. Ona görə satdıraq özümüz ora. Bunda 63'lük GB. GB 400 santrafor idi. Udaq uşaqlar, udaq. Ha bu nədən nə? Olsun, anca bərabərə gedirik, olsun. Bunlar kubok maçıdır, bizi ilgiləndirmir. 58 RB-ləri var. Utsaq. Götürək. Və bəli dostlar, Qobonun bir dənə oyunçusunda adını qeyd edeyim. Dostlar, qeyd elədim. Gələk bir dənə bunun oyunçusunu da götürək. Çox qəribə adları var dostlar bu arada bunların. Daha dostlar oyuncu. 200k verim ver. Biz razılaşdıq. Bunu burada oynada bilərik. Ha, oynayır özdə. Çox qəşəng. Dostlar, bu oyunçunu da satadam. RB49 geçsin. Yo, özü o futbolu buraxır. Və ligin birincisi ilə bizi maç gözləyir. Utsaq 54'lük qapçı adamı götürərik utsaq. Bunların bu hücumçusuna baxın. Sürətli qaçar 100% o. Bizə qarşı da oynayır. Hadi uşaqlar, gol da attı. Nə qardı o gol da attı iknənə. Lig birincisi ilə bərabərə qaldıq. 5 xal çıxdı 7-ci ilə aramızda. Çox fərq açılır. 58'lik santrafor. Bunlara da uduzduq. %56'lıq dostlar utsaq. Qapçıların götürərik. Qapçımız da zəif qalır bizim bu mövqedə. Üzr istəyirsiniz dostlar. Burada dostlar qapçıların planını qeyd edeyim. Dostlar 6 bir uçduq, çox qəşəngdir bunların qapçısının. Gözlüyün oyuncumuza təklif var. Yox, bu Braziliyadan satamayacağım sizə. Təxrifi lərt elədim. Yazaq bu oyuncunun adını. Yerli idi, nə idi? Xət qoymadım. Yox, xətti bundan sonra qoyuram. Dostlar, bu daha qapçıları 20 yoxuşu var özü, çox qəşəng. Belə satar bizə. Yox, satmadı. 250 verəcəm buna, 250. Qəbul elədilər.
Yeni qapçımız hoş geldi. Bu qapçıları satım dostlar. Bunlar heç bir işe yaramayacaq. Geçsinler kariyerimizi devam etsinler başka ölkəlerde. 49'luğu da satacağım dostlar. Bu da geçsin. Biz bir ara onlardan transfer ettiğimiz qapçısın. Bizden de aldı o qapıcı. Gördüğünüz kimi devam edək. Dostlar, bu arada videonun tezdən vaxtı çəkirəm, ona görə səsimi yavaş çıxardıram. 53'lük DM'ların götürərik utsaq. 19'unu götürür. 4-1. Gözün dostlar, bu oyunçunun adını qeyd edeyim. Və bəli dostlar, elədim adını qeyd. Elədim. Oyunçunun adını yazaq. Buradan dostlar xət qoyuruq. Sonra da özü çıxacaq daha. O dəqiqədə satdı oyuncusun. Götürdük. Yerləşdirdik ilk 11'e. 49'u satacağım dostlar. Dostlar, burada bilən videonu çox dayandırıb açıram. Çünkü dostlar, onun adını dəftərə qeyd edirəm. Ondan sonra yazıb alıram oyuncu. Çünkü çox qəribə adları var, yadımda qalmır. Bir də hərflər çox dəyişikdir bunların adında. 58'i cıbeyləri var, otursaq götürürük. Düzdür, bizim defansımız biraz çox güclüdür. Başqa da ki nə götür? 58'i götürürük. Öz ev oyunumuzdur. Və utduq da 58'i cıbeylərin götürürük. Dostlar, qeyd elədiyim oyuncunun adını. İndi gəlirik bura. Ne idi deyəsən? Çox qəribədir adları həqiqətən də. Oyuncu daha dostlar. Buna mən bir 200-300 versəm məncə qəbul eləyəcək. Və bəli. Oyuncunu qoyduq bura. Dostlar, bunu burada oynadacağım. 58 ilə oynayır, qəşəngdir. Bunu da ki qoyacağım yedəyə. Qırıbeyində satacağım 50'liyi. Çox oyuncu olmağa başladı kadromuzda. İndi çoxunu satacağım. Başqa hansını sataq? Bu 50'li cıbeyni satacağım. Bu da getdi. Və məncə dostlar, belə qəşəng oldu. Başlayaq yenə. Bunlarda 56'lıq amı var. Elə onu götürərik. Uşaqlar, qol, qəşəng. Qobların da oyuncusunun adını qeyd edeyim. Qeyd elədim dostlar. Gəlib. Dostlar, burada bu video çox uzun ola bilər, o deyim. Daha dostlar, bunu 200k verəcəm. Qəbul elədi. Yeni oyuncumuz. Qoyaq bura. Hansı oyuncu ilə yollarımızı ayıra bilərik?
Qoy bunu da sataq geçsin. Bu da getdi. Və kadromuz təmizlənir gün keçsə daha da yaxşı. 59'luq qapçıları var. Utsaq götürək. Amma 2 dənə qol yedik. Yenə çıxdıq 9-cuğa. Ligin bitməyinə bu arada az maçı qaldı. 57'li Rıbi utsaq götürməyəcək. Çünki heç bir işə yaramır. Əsl udmalı maçdır bu maç. Bunlara da tutuzduq. Amma 9-cu yerdəyik hələ ki. Qəşəkdir o. Da 56'lıq qapıcı. Götürməyəcəm. Amma da uşaqlar bu maçı 1-0, 2-0, qəşəng, 2-1. Kadromuzu görürsünüz dostlar. Kadromuz belədir dostlar, gördüyünüz kimi. Və 8-ci, 7-ci yaz qalıb playoff oynaya bilərik. Bir santrafor. Onu götürək utsaq, o da uşaqlar. Mən nə vaxt dodaq deyirəm, bu uşaqlar elə qol yeyir. Bunlarda 59'luq qapıcı. Götürəcək utsaq. Uşaqlar, nə oldu? Biz playoff oynamayaq bugün. O xal da çox getdi. 55'liyi bunlardan içine götürməyəcək utsaq. Yəni bunlar kümə düşməyə oynayan bir takımdır. Biz bunlar niyə udamırıq? 2 dənə qol buraxırıq. Gedirik özü, biz gedirik küməyə. 60'lıq cıbı götürməyəcək utsaq. Amma rahat udmalı maçda bu maçlar. 1-0 qəşəng. Xal çox getdi 7-ci ilə. Hər maç udmalı yox bundan sonra. Bunlardan da heç kəsi götürməyəcək. Evimizdə uşaqlar oyun. Bunu rahat udaq. Bu rahatdır. 6-0 все. Rahat aldıq qalibiyyəti. Taktikimiz də bu arada dostlar bu şəkildədir. Ola bilsin dostlar taktiki. Görüm dəyişdirə bilirəm taktiki. Biraz takımı. Ha bax belə yaxşıdır əslində. Ha bax belə yaxşıdır. Bura bir dənə cıbı qoyaq. Все. Orada bir dənə amıldan zatdan qoyaq 56'lıq. Santraforda qoyaq. 57'lik. Rırı da qoyaq. Gəl oraya bir dənə transfer eləyək dostlar. 61'ciyi də bura qoyduq. Bunlardan biri rırı oynayamır. Oynaya bilir. Sağ olsun. Bax taktik belə çox qəşəng oldu. 54 idi bunların ən yüksək oyuncuları, götürməyəcək utsaq. Taktiki də qəşəng dəyişdirdim, qəşəng elədim. 2-1. Bunlardan heç nəyi götürməyəcək. Ya bir dənə qapçılarını götürə bilərik. Utsaq. Elə o da götürür 57'liyin. Və bəli dostlar, oyuncusun adını yazdım. Qapçın. Ay yox, bunu qoymayacağım. Bir
Daha dostlar 200 150k verəcəm. Qəbul elədi. Qoydum bunu ilk 11'e dostlar. İndi dostlar bu qapısını satacağım. Məncə belə yaxşı qapısı deyil. Getdi satdıq. Bunlardan oyuncusu 60'lıq santrafor. Onu götürərik utsaq. Utsaq o da bəlkə. Utduq da halal uşaqlar. Qoy santraforun adını yazım dostlar. Yazdım dostlar. Gəldik bura. Başakşehir Konferans Ligi başlayıb 8-0 uduzub öz evində. Oo. Türkiye adına rezalet olub bu. Özü bizə yavandan sezonun sonuna gəlib çatırıq. Dostlar bir yaxşı hücumçunun adındır bu. Yazdım. 35 yaşı var. Mən də deyəm cavan olsaydı yaxşıydı. Gəlişərdim də. Olsun bizi bir 2-3 sezonluq idarə eləyə biləcək görəsən. Bunu satdıq. Bəllikliyi satacam geçsin santraforu. Bu da getdi. Bu da ki bunu da sataq geçsin, lazımsız 45'liydi. Bu da getdi. Ve bunlarda 57'lik dığımı var. Yo, utsaq şey götürək, Lubi 51 üssü. Oo, qəşəngsiz uşaqlar. Oyuncuları bu daha dostlar. Oyuncunun adını yazdım dostlar. Ve biz playoff oynaya bilərik böyük ihtimal. Fener Bologna udub 2-0. Beşiktaş Avrupa Ligi'ndeymiş necə. Və Başakşehir 4-1 belə uduzdu. Meymi hesablarında 12-1. Oyuncunun adını yazaq dostlar. Bu ne oldu? Niye çıkmadı? Səhv yazdım deyəsən hə. T'dan sonra belə qoymalıymışam. Ondan sonra da bax belə. Oyuncu daha dostlar 100 neçə k dəyəri var. Buna mən 180k yox 200 verəcəm. Və gəldi də. Oyuncumuzu qoyaq ilk 11'e və burada da dostlar videonu bitirək. Dostlar böyük ihtimal olub siz hələ də sezonun sonu olar. Çünki gördüyünüz kimi az bir maç qaldı. 7-ci hələ ki ligdə. Görə gələn sezonlarda bölümlərdən olacaq. Sağ olun, özünüzə yaxşı baxın. Gələn bölümlərdə görüşərik.